Bax bu da super sualdır. Həll etmədən tez nəyi görürəm? Burada siz nəyi bilin? Mən əslində bayaq onu dedim, indi bir dəfə də deyirəm. Bir çox çətin məsələ bundan rahat həll olunur. Bunu bilməyənlər qaçırlar, kosinuslar, trigonometriya falan özü də çox uzun gedirlər. Bir neçə dəfə belə deyim, məşhur YouTube kanallarında da, məşhur etdikləriniz YouTube kanallarında da həllərini görmüşəm, çox uzun gedir. Dəhşət uzun gedir. Nəyi görmürlər? Və bu bərabər yanlıdırsa, bunun bu yan tərəfinə çəkilən hündürlüyü, bu yan tərəfə çəkilən hündürlüyü ilə eynidir. İkisi də eynidir. Niyə? Çünki tərəflər eynidir. Onda siz nəyə fikir verin? Bax, birinin yan tərəfinə çəkəndə bunu hansı nisbətdə bölübsə, hansı parçalara bölübsə, digər yan tərəfi də o parçalara bölür. Və bunun oturacağı ilə nə bucağı əmələ gətirirsə, digəri ilə də həmin bucağı əmələ gətirir. Sonra, bax, bura qədər olan hissədə bunlar eyni bölünür. Çünki, bax, fikir verin, alfa nə deməkdir? Bunlar da eyni olur, bunlar da eyni olur. Hələ bura beta desəm, burada beta olur. Bu qaydanı görmürlər. Burada da ən çox, lap o qədər də qəliz sualları qurur bunlar. Sadəcə nəyi qururlar? Baxın, buranı sildim. Buranı verib, bu tərəfi. Belə hündürlüyü. Sənə baxırsan, belə hündürlükdə istifadə edə bilmirsən, digərinə hündürlük çəkirsən, bunu silirsən. Və indi ki, buradakı da bucaq qaldı. Başa düşdünüz? Bəli. İndi bunu, yəni, görmək məharət istəyir də. İndi fikir verin, AD ilə DC eynidir. Bax, bura ilə bura eynidir. Bu ikisi eynidir. Onda bunun yan tərəfinə çəkilən hündürlükləri nə idi? Eynidir. Onu sən götür, bax, çək bura hündürlüyü. Bununla çəkirəm. Çox qırmızı ilə qarışdırmayın. Bax, bununla çəkirəm. Deməli, burada 8-dir. Hop, getdi. İndi bir dənə burada maraqlı bir şey var. Qulaq asın. Bura nə qədər elədi? 17. Bura 8, buradan bura nə qədər elədi? 15. Düzdür? 15-dən 9 çıxanda nə qaldı bura? 6. İndi bu 6 yan tərəflərinə çəkilən hündürlüklər dedim axı qıraqlardan eyni parçalar ayırır. Bax, bura 6-dırsa, bura da 6-dır. Bax, səndən bir aşı istəyir, boş yerə bu yazmayın. Necə dedim? Mikrofonun kodunu alın oradan. Necə dedim? Dedim, bura x-dirsə, burada nədir? Bura y-dirsə, burada nədir? Bax, həmin qaydanı burada görmək lazımdır. Bax, bura 6-dırsa, burada nədir? 6. İndi hələ görün nəyi tapa bilirik əslində biz? Hələ biz h-dəyini də tapa bilirik. Necə tapacaq? İndi buranı siləcəm. 6, 8, bura nə qədər edir? 10. Hələ buranı da tapa bilirik. 4 olur. Deməli, burada nə olur? 4. Gördünüz? Bax, çox gözəl sual növüdür. Digər hündürlüyü çək.